Salam dəyərli izləyicilər, əziz tələbələr, şagirdlər, bütün riyaziyyat sevərlər. Bugün sizə maraqlı bir tənlik təqdim edirəm. X vuraq kök altda 1-9x kvadrat üstəgəl 3 vuraq kök altda 4-x kvadrat bərabərdir ki, gördüyünüz kimi tənlik irrasional tənlikdir, məchul kök işarəsi altındadır. Və bu da irrasional tənlikdə ənənəvi həll üsulları var, əvəz etmə üsulundan istifadə olunub. Sonra həll oblasının tapılması üsulundan həll olunub. Hər iki tərəfi qüvvətə yüksəltmə. Ancaq bugün mən qeyri-adi bir üsul təqdim edəcəm. Gəlin əvvəlcə tənliyin kökünün necə olduğunu, yəni müsbət və ya mənfi olduğunu təyin eləyək. Fikir verin, iki kök altı ifadənin cəmi bunlar müsbətdir. Vuraq x. Deməli, x də müsbət olmalıdır ki, müsbət 2 alınsın. Şərtdən birbaşa aldıq ki, x böyükdür 0 olmalıdır və tapdığımız kök bu şərti ödəməlidir. Əvvəlcə tənliyi, x-i vurub açıram, yazıram bu şəkildə. X vuraq kök altında 1-9x kvadrat. Üstə gəl, x-i vurduq 3-ə 3x. Kök altda 4-x kvadrat. Bərabərdir ki, və burada bu tənlikdə baxıram ki, 2 vuruq, üstə gəl 2 vuruq, belə də 3x-i də bir ifadə eləyək, belə bir qruplaşdırma aparım. Və x bir də 4 minus kök altda 4 minus x kvadratdır. Bunları bir qruplaşdırıram belə və 9 kök altda 1-9x kvadratından 3x-i də bir qruplaşdırıram. Və burada mən götürüb bu tənliyə vektor tətbiq eləmək istəyirəm. Vektorların köməyi ilə həll edilmək üsulunu təqdim edirəm. Hansı ki, deməli, çox qeyri-adi üsuldur. Yəni, burada vektoru tətbiq eləmək necə olar, onu mən sizə nümayiş elətdirəcəm. Bilirsiniz ki, əgər A vektoru koordinat AX müstəvi üzərində AY, B vektoru koordinatı BX, BY olarsa, onda bu iki vektorun skalar hasili A və B vektorlarının skalar hasili koordinatlarla ifadəsi düsturu deyirlər. Bu bərabərdir. AX vuraq BX, üstə gəl AY vuraq BY. Və burada A vektorunun uzunluğunu məlumdur sizə, bu bərabərdir. Uzunluq A vektoru kök altda koordinatların kvadratları cəmi. Digər tərəfdən, iki vektorun skalar hasilinin tərifinə əsasən A, B vektorlarının skalar hasili bərabərdir A-nın A vektorunun uzunluğu, vuraq B vektorunun uzunluğu, vurulsun kosinus fi. Və indi mən bunu təqdim edəcəm bu tənliyə. Yəni, mən A vektorum olacaq mənim. A vektoru olsun koordinatlar x. Bir də qruplaşdırmışdım kök altda 4-x kvadratı. B vektoru olsun. Kök altda 1-9x kvadratı. Və 3x. A və B vektorlarını işarə elədim belə. Fikir verin diqqətlə. Tənliyin sol tərəfi iki vektorun skalar hasil koordinatlarla bu düsturu tətbiq eləsək, elə A və B vektorunun skalar hasili, bu hasil bərabər olacaq. X-i vururuq kök altda 1-9x kvadratına, kök altda 4-x kvadratın 3x-ə vuranda elə tənliyin sol tərəfi alınır. Deməli, bu bərabər oldu. X vuraq kök altda 1-9x kvadrat
Üstə gəl 3x vuraq kök altında 4 minus x kvadrat. Bu da bərabərdir 2-yə. Deməli, A və B vektorunun skalyar hasili, bax buradan alındı ki, A və B vektorlarının skalyar hasili elə 2-yə bərabərdir. Bunu mən qeyd edirəm burada. İndi bundan necə istifadə edəcəyimizi görəcəksiniz. Bu şərt ödəndi. Digər tərəfdən, iki vektorun skalyar hasilinin tərifinə əsasən biz nə alırıq? A və B vektoru skalyar hasil bərabərdir. Bax, düsturu təqdim edirəm bu şəkildə sizə. A vektorunun uzunluğu. A vektorunun uzunluğunu burada tapıram. Bizdə A vektorunun uzunluğu nəyə bərabərdir? A vektorunun uzunluğu bərabərdir kök altında x-in kvadratı üstə gəl. Bu kök altı ikinci koordinatın kvadratı deyilir. Üstə gəl 4 minus x kvadratı. Burada da kök altda 4 qalır. X kvadratları isə 2 çıxır. Deməli, A vektorunun uzunluğu 2-yə bərabərdir. Analoji qayda ilə B vektorunun uzunluğunu da tapıram. Bu bərabərdir. Kök altında bu ifadənin kvadratı 1 minus 9x kvadrat eləyir. Buradan da üstə gəl 3x-in kvadratı deyilir 9x kvadratı. Bu da bərabərdir 9x kvadratı islah oldu 1. Deməli, B vektorunda uzunluğu bərabər oldu vahidə. Onda bu bərabər olacaq düstura əsasən. A-nın uzunluğu 2, B-nin uzunluğu 1. 2 vuraq 1 kosinus fi. Buradan da aldım 2 kosinus fi. Deməli, digər tərəfdən aldım ki, A və B vektorlarının skalyar hasili 2 kosinus fiyə bərabərdir. Və bu qiymətlərin, bu sol tərəfləri bərabər olduğundan sağ tərəflərini bərabərləşdirirəm. Buradan alınır ki, 2 kosinus fi bərabərdir. Gördüyünüz kimi 2-yə bərabərdir. Və tapıram buradan kosinus fi bərabər oldu 1-ə. Kosinus fi 1-ə bərabər olması o deməkdir ki, fi bərabərdir 0 dərəcə. Yəni, buradan çıxdı ki, fi bərabərdir 0 dərəcə, 0-a bərabər. Və 0 dərəcə olması da o deməkdir ki, A və B vektorları kollineardır. Və yaxud yazır A və B vektorları paraleldir, kollinearlıq şərti. Paraleldirsə də, onda paralellik, kollinearlıq şərtinə əsasən yaza bilərəm. Vektorların koordinatlarının uyğun nisbətləri bir-birinə bərabərdir. Buradan çıxır ki, x bölək kök altda 1 minus 9x kvadratı bərabərdir. Kökün altında 4 minus x kvadrat bölünsün 3x-ə. Bərabərliyin hər iki tərəfini kvadrata yüksəlsəm, alıram x kvadrat bölək 1 minus 9x kvadrat bərabərdir 4 minus x kvadrat bölək 9x kvadrat. Və buradan da tapırıq. Bərabərdir 9x-in üstü 4. Tənasüb kimi açıram. 9x-in üstü 4. Bərabərdir 4. 1 vuraq 4. Çıxaq x kvadrat. Çıxaq. Üstə gəl 9x-in üstü 4. Üstə gəl 9x-in üstü 4. Və 36 çıxaq 36x kvadratı. Buradan aldıq 9x kvadratda 2x-4'lər islah oldu. 36x kvadratı x kvadratı. 37x kvadratı aldım ki bərabərdir 4'ə. Buradan da alıram x kvadrat bərabərdir 4 bölək 37. Natamam kvadrat tənlikdir. X 1, 2 bərabər oldu. Üstə gəl çıxaq. 2 bölək kök alıram. 2 bölək kök 37. Biz başda təyin elədik ki, x böyükdür 0 olmalıdır. Onda bizim kök mənfi şərt ödəmir. Cavab yeganə kök x bərabərdir 2 bölək kök altında 37. Bu tənliyin həlli, verilən irrasional tənliyin həlli x bərabərdir 2 bölək kök altında 37 alınır. Sağ olun, növbəti misallarda görüşənə qədər.